Salam, değerli izleyiciler. İndi sizə bugün 7 dekabr tarixində OTK tərəfindən keçirilmiş 10-cu sinif sınaq imtahanının birinci qrup riyaziyyat suallarının icazını verəcəm. Başlayaq ilk sualdan. İfadəsini sadələşdirin. 1 bölünsün x çıx y, üstəgəl 1 bölünsün x plus y, üstəgəl 2y bölünsün x kvadrat çıx y kvadrat. Burada görünür ki, orta məxrəc x kvadratın y kvadratın fərqidir. Yəni, x çıx y ilə x plus y-nin hasilidir. Birinci kəsri məxrəcinə bölsəm, x plus y qalır. Sürətə vursam, x plus y. İkinci kəsri məxrəcinə bölsəm, x çıx y qalır. Sürətə vursam, x çıx y. Üçüncü kəsri məxrəcinə bölsəm, 1 qalır. Bir də sürətə vursam, 2y. 2y qalır. İndi baxırıq ki, burada müsbət y, mənfi y sıfıra gedir. Və sürətdə alınır 2x plus y. Bölünsün x çıx y, x plus y. Bunlar da x-a girəcək. Nəticə qalacaq 2-nin x çıx y-ə nisbəti. Yəni, doğru cavab 1-də B variantı. İkinci sual. İfadəsini sadələşdirin. Dərəcə cüt olanda modul çıxır. Yəni, birincidə dərəcə cütdür deyə modul çıxardıram. Köşdə 15 çıx 5. İkincisi dərəcə təkdir, 3-dür. Üstlər x-a gedir, modulsuz çıxır. Sadəcə kökün qarşısında mənfi işarəsi olduğu üçün mötərizə içində yazıram. 3 çıx kökdə 15. Bu da bərabərdir. 5 kökdə 15-dən böyük olduğu üçün bura mənfidir. Molla mənfi çıxmadığı üçün yerini dəyişib çıxaracağıq. 5 çıx kökdə 15 çıx 3 plus kökdə 15. Bunlar gedir. 5-dən 3 çıxanda cavab olacaq 2. Doğru cavab C variantı. Üçüncü sual. Şəkildə bucaq B 90 dərəcə, DY AC-yə perpendikulyar, AY YC bərabər, AB 12, BD 5 isə DC-ni soruşur. Burada A ilə D-ni birləşdirsəm, baxıram ki, ADC üçbucağında DY həm hündürlükdür, həm də mediandır. Həm hündürlük, həm median olduğu üçün deməli ADC bərabər yanlış üçbucaqdır. Buradan çıxır ki, AD ilə DC nədir? Bərabərdir. Bura x isə burada x. ABD düzbucaqlı üçbucaqdır. 5, 12, Pifaqorla 13 çıxacaq. Doğru cavab D variantı. Dördüncü sual. Rəng sazlardan biri divarı 6 günə, digər isə 12 günə rəngləyir. Onlar birlikdə 3 gün işləsələr, divarın hansı hissəsi rənglənməmiş qalar? Deməli, biri 6 gün bitirirsə, 3 gündə işin 6-da 3-ünü görəcək, digər də işin 12-də 3-ünü görəcək. Deməli, bu işin 2-də 1-ini görür, digər də işin 4-də 1-ini görür. Bunların cəmi olur 4-də 3. İşin 4-də 3 hissəsi görülüb. Deməli, işin 4-də 1-i qalıb. Doğru cavabımız Y variantı. 5-ci sual. Şəkildəki fiqur eyni ölçülü kvadratlardan düzəldilmişdir. Tangent alfanın soruşu nəyə bərabərdir? Mən bunu bu şəkildə gətirəcəm. Bu şəkildə tamamlayacağım. İndi bura alfa, bura alfadırsa, burada betadır da. Beta. Tangens alfanın soruşu. Tangens alfa kotangens betaya bərabərdir. Niyə? Çünki alfa ilə betanın cəmi 90-dır burada. 90. Demək, bura 1, bura 1, 1, 1, 1 deyirəm. 1, 1, 1, 1. Kotangens beta. Kotangens beta bitişik 1, 2, 3, 4. 4 bölünsün qarşı. 1, 2, 3, 4, 5. 4 böl 5. Deməli, doğru cavabımız D variantı. 4-ün 5-ə nisbəti. 6-cı sual. Məktəbin futbol dərnəyində iştirak etmək istəyən şagirdlərin sayı 13 nəfər artsa, onları 8-8 və 9-9 komandalara ayırmaq olar. Hal-hazırda dərnəyin ən az neçə üzvü var? Burada nə edəcəyik? Burada əvvəlcə həm 8-8, həm də 9-9 deyir. Deməli, əkub 8-9-u tapıram. 89 qarşılıq sayıdır, əkub 72-dir. Deməli, 72-dən də 13 çıxsam, deməli 59. Deməli, əvvəlcə 59 nəfər olub.
13 nəfər artırsaq, artıq onları 8, 8 və 9, 9 qruplara bölmək olar. 7-ci sual. X-in neçə natural qiymətində ifadəsinin qiyməti rasional ədəddir. Rasional ədəddir. Deməli, burada natural qiyməti soruşur. Aydın məsələdir ki, 7 çıx x böyük bərabər 0 olmalıdır. Yəni, x-imiz kiçik bərabər olmalıdır 7. İndi x-in yerinə 1 qoysaq, köşdə 6 irrasional. X-in yerinə 2 qoysaq, köşdə 5 irrasional. X-in yerinə 3 qoysaq, köşdə 4, 2 bu rasionaldır. X-in yerinə 4 yazsaq, köşdə 3 irrasionaldır. X-in yerinə 5 yazsaq, köşdə 2 irrasional. X-in yerinə 6 yazsaq, X-in 6 yazsaq, köşdə 1 bu yenə rasionaldır. X-in yerinə 7 yazsaq, köşdə 0 bu da rasional. Deməli, 3 qiymətində 1 x-in 7 qiymətidir, 1 x-in 3 qiymətidir, bir də x-in 6 qiymətidir. Yəni, x-in bu 3 dənə qiymətində ifadənin qiyməti rasional alındı. 8-ci sual. Deməli, a üstün çıx 1 eyniliyindən eni tapın. Deməli, bu ikisinin hasılı bizə verir a çıx 1. Bu ikisinin hasılı bizə verir a kvadratı çıx 1. Bu ikisinin hasılı bizə verəcək a üstü 4 çıx 1. Bu ikisinin də hasılı bizə verəcək a üstü 8 çıx 1. Deməli, n nədir? N 8-dir. Yəni, hamısı müxtəsər Roma düsturu alınır burada. 9. Doğru olmayan bərabərlik göstərin. Birincisi doğrudur. 3 dəfə 8, 24 edir. Deməli, 1, 2, 3, 4. 4 vur 2 üstü 5, o da 2 üstü 7 olacaq. Çünki 4 2-nin kvadratıdır deyə. Bu da doğrudur. Keçən növbətçilərə baxaq. 4 üstü 6 plus 4 üstü 6 bizə verəcək 2 vur 4 üstü 6. Yəni 2 vursun 2 üstü 12. Bu da doğrudur. Doğru olmayan Y variantıdır. Y variantının cevabı 2 vurulsun 3 üstü 10 olması lazım. Ama 3 üstü 11 verir. Bu yanlıştır. 10-cu sual. A və B ədədləri verib, deyil münasibətlərin hansı və hansılar doğru deyil. İndi AB hasılə baxaq. AB hasılı 3 dəfə 9, 27 vur 10 üstü mənfi 12. Mənfi 12. 27 vur 10 üstü mənfi 12. Demək, birincisi doğru deyil. 2,7 vur 10 üstü mənfi 12 verib. B'nin aya nisbəti. B'ni aya bölsək, 9 vur 10 üstü mənfi 5. 3 vurulsun 10 üstü mənfi 7. 9'u 3'e böləndə 3. 10 üstü 2. Və bu doğrudur. B'nin aya nisbəti 3 vur onun kvadratı. Bu doğrudur. Deməli, B'nin aya nisbəti. Bu da doğrudur. Bu da doğrudur. Çünki B'nin aya nisbəti 3 vur 10 üstü kvadrat alındığı üçün birdən böyük ədəddir. Birdən böyük ədəd olduğu üçün deməli B-dən böyükdür. Bu da doğrudur. Yəni yanlış olan yalnız nədir? 1'dir. Doğru cavab burada Y variantıdır. Cəminin 5'ə bölünməsindən alınan qalığı soruşur. 5'ə bölünmə son rəqəmə baxırıq. Deməli 3 üstü 6 bir də 2 üstü 5. 2 üstü 5. Bu cəmin 5'ə bölünməsindən alınan qalığı tapmalıyıq. Deməli 3 üstü 6. 3 üstü 6 belə yazıram. 3 üstü 6 vur 3'ün kvadratı. 3 üstü 6 daha doğrusu 3 üstü 6 3 üstü 4 vurulsun 3'ün kvadratı. 3, 4, 1 ilə bitdiyi üçün burada 5'ə böləndə qalıq 1. 1 də 9'a vuranda 9. Deməli 9 burada 4 ilə bitəcək. 4 ilə. Yəni 5'ə böləndə qalıq burada 4. 2 üstü 5 32'dir. 5'ə böləndə qalıq 2. 4'ün də 2'nin cəmi 6. 6'nın da 5'ə böləndə qalıq 1. Yəni doğru cavabımız Y variantı. Növbəti sual. A üstə gəl 1 böl A bərabərdir mənfi 2 olarsa, A kvadrat üstə gəl 3 böl A ifadəsinin qiymətini hesablayın. Burada maraqlı suala oxşayır bu. Deməli, hər dəfə A-ya vursam, A kvadrat plus 1 bərabərdir mənfi 2A-ya. A kvadrat plus 2A plus 1 bərabərdir 0. Deməli, A plus 1'in kvadratı bərabərdir 0'a. Deməli, buradan çıxır ki, A mənfi 1'dir. A mənfi 1-dirsə, 1 üstə gəl 3 bölünsün mənfi 1 olacaq. Bu olacaq mənfi 2. Yəni doğru cavabımız
Doğru cevabımız oldu D variantı. 13-cü sual. Şəkildə D1, D2 paralel olarsa deyir x-i tapın. X-i. Deməli, bunu uzatsam bu şəkildə ona qonşu olan bucaq bura olacaq 40 dərəcə. 40 dərəcə. İndi 3x ilə də 40 dərəcənin cəmi bizə verir 5x üstəgəl 10 dərəcəni. 10 dərəcəni sola keçirsək 30 dərəcə. 3x sağa keçirsək 2x. Deməli x olacaq neçə? 15 dərəcə. Doğru cavab D variantı. 14-cü sual. A 1-dən böyük bərabər 30-dan kiçik bərabər və B də 40-dan böyük bərabər 80-dən kiçik bərabər şərtini ödəyən A və B naturalləri üçün əküb AB-nin ən böyük qiymətini tapın. Çox qəşəng bir suala oxşuyur. Deməli, əküb AB ən böyük qiymət soruşursa, deməli burada bu sual tipi yoxdur deməli olar ki, amma qəşəng suala oxşuyur. Deməli, bunlar A ilə B qarşılıq sadə olmalı ki, hasil əküb hasilləri olsun və maksimum olsun. Deməli, burada qarşılığı sadə. 30-80 qarşılıq sadə deyil. Amma 29 ilə 80 qarşılıq sadədir də. 29-u 80-ə vursaq, 29 vur 80. 2320 və yaxud da 30-dan 79 da yoxlayaq. 30 vur 79. 2370. 2370. Baxın, çox maraqlıdır. 29 ilə 80 qarşılığı sadədir. 29-dan 80. Yəni 29-u 80-ə vuracaq. Bir də 30 ilə də 79 qarşılığı sadədir. 30-u 79-a vuranda 2370 edir. 2370. 29-a 80-ə vuranda 2320. 2370. Deməli, burada cavab olacaq nə? 2370. Maksimum soruşduğu üçün 2370. Maraqlı sual. 5-ci sual. 15-ci sual. Aşağıdakı diaqramda müstəqil qiymətləndirmə mərkəzini təşkil etdiyi sınaq imtahanlarına iştirak edən şagirdlərin sayı aylar üzrə göstərilmişdir. İkinci ay 546 nəfər. Burada 546 nəfərdirsə deyir. Üçüncü ay yəni bizdən üçüncü ay haradır burada? Üçüncü ay buranı soruşur. Deyir, neçə nəfər iştirak etmişdir. Deməli, bu faizdirsə, faiz verilibsə 100-ə tamamlanması lazım. 26, 21 toplayanda 47, 11, 58. Deməli, bura 42 faizdir. 42 faiz. Deməli, 26 faizi bizə verib 546, 42 faizi soruşur, neçədir? İndi bunu hesablayaq, kalkulatoruna görə neçə çıxır? Deməli, burada 546-nı vuracağıq 42-yə, böləcəyik 26-ya. 882 çıxdı. Deməli, doğru cavabımız burada 882-yə bərabərdir. Növbəti, daxili bucaqları 2-3-5 nisbətində olan üçbucağın xarici bucaqların nisbətini soruşur. Deməli, biri 2x-dir, biri 3x-dir, biri 5x-dir. Daxili bucaqların cəmi deməli neçədir? 10x bərabərdir 180-ə. X çıxır 18. Deməli, biri 36 dərəcədir, biri 54 dərəcədir, bir də neçədir? Bir də 90 dərəcədir. Onda xarici bucaqları yazıram altdan. Deməli, 144 dərəcə, 54-dürsə 126 dərəcə, burada 90 dərəcə. Deməli, 18-ə bölsək 8, 7, 5. Deməli, 8, 7, 5. 5, 7, 8 nisbətində. Doğru cavab olacaq B variantı. 17-ci sual. ABC üçbucağında AK və BD bir-birinə perpendikular olan medianlardır. AK 9, BD 6, BC-ni soruşur. Nəyə bərabərdir? Medianlar kəsişmə nöqtəsində 2-nin 1-ə nisbətində bölünür. Təpədən başlayaraq. BD 6-dırsa, deməli, bura 2-dir. Bura 4.
AK 9'dursa, deməli bura 3, bura olacaq 6. Yəni 2-nin 1-ə nisbəti. İndi burada 90'dır. 3, 4 Pifagorla bura çıxacaq 5. Meydan olduğu için AK meydan olduğu için burada 5. BC çıxdı neçə? 5 ilə 5'in cəmi 10. Doğru cavab B variantı. 18-ci sual. A üstü B-ni verib köşkdə 3 olarsa, A üstü mənfi 2 B-ni soruşur. A üstü mənfi 2 B-ni yazırıq. A üstü B üstü mənfi 2. Yəni 1 bölünsün A üstü B, onda üstü 2. 1 bölünsün köşkdə 3'ün kvadratı. Bu da olacaq 1 bölü 3. Doğru cavab Y variantı. 19-cu sual. Radiusu 3 cm olan o mərkəzi çevrədə bucaq ABC 30 dərəcə olarsa, AKC qövsünün uzunluğunu soruşur. İndi AKC uyğun mərkəzi bucaq bizə lazım olacaq. 30 dərəcə AKC sökəndiyi üçün və daxilə çəkmiş bucaq olduğu üçün deməli mərkəzi bucaq olacaq 60 dərəcə. Radius üstsə çevrənin uzunluğu olacaq 2 pi vur 3, yəni 6 pi. 6 pi çevrənin uzunluğudur. Bizə AKC qövsünün uzunluğunu soruşur. O da 60 dərəcəyə uyğun qövsdür. 60 dərəcədə 360'ın altta biri olduğu üçün qövsün uzunluğu çevrənin uzunluğunun altta biri olacaq. Bu da olacaq pi. Hazır düstur da var. Düsturda yaza bilərsiniz. Düstur pi r vur alfa bölü 180 dərəcə. Alfa mərkəzi bucaq 60 dərəcə. Radius da 3. Yenə pi alınacaq. Düstur onsuz da buradan çıxır. 20-ci sual. Ədəd oxunda 65 ədədindən 16 vayd məsafə yerləşən ədədlərin həndəsi ortası. 65 ədədindən 16 vayd məsafə 65 üstə 16. 65 çıx 16. Biri 81, bir də 49'dur. Həndəsi ortası olacaq kök altında 81 ilə 49'un hasili. Yəni 9 dəfə 7, nəticə olacaq 63. Doğru cavab D variantı. 21-ci sual. Şəkildə ABC və BC üçbucaqlarında BAC alfa 90'dan böyükdür. 90'dan böyükdür. BYC'də isə, burada isə, bu bucaq isə, beta deyirəm, beta 90'dan kiçikdir. BC tərəfini ala biləcək tam qiymətlərin cəmi. Deməli, alfa 90'dan böyüksə, alfaya görə, yuxarıdakı üçbucağa görə yazıram, BC kiçik olacaq 8'in 6'nın cəmindən, böyük olacaq Pifagordan. Pifagordan bu şəkildə. Digər üçbucağa görə isə BC kiçik olacaq Pifagordan, yəni 5'in kvadratı üstəl 12'nin kvadratı. Böyük olacaq onların fərqli modulundan. 5 çıx 12 fərqli modulundan. Deməli, yuxarıda alınır 10 kiçikdir BC, o da kiçikdir 14. Aşağıda alınır isə 7 kiçikdir BC, o da kiçikdir 13. İndi BC ortaq olduğu üçün ikisinin ortaq yerləri lazımdır bizə. Ortaq yerləri də 11 ilə 12'dir. Yəni natural qiymət, tam qiymətlər 11 ilə 12'dir. Doğru cavab Y variantı. Cəmləri də olacaq 23. 22. M-in hansı qiymətində ədədin natural bölənlərin sayı 45'dir. 25 5'in kvadratıdır. 5'in kvadratıdır. 4 də 2 üstü 2'dir. 2 üstü 2M. Yəni natural bölən sayı tapmaq üçün ədədi sada vurğula ayırmaq lazımdır və qüvvət şəklində yazmaq lazımdır. Ən sonunda qüvvətlərin üzərinə 1 gəlib hasını tapmaq lazımdır. İndi qüvvətlərin üzərinə 1 gəlsək, 3 vurulsun 2M plus 1 bərabərdir 45'ə. Deməli 2M plus 1 bərabərdir 15'ə. M də buradan alınır 7. Deməli M-in 7 qiymətində olacaq. 23-cü sual. Tənasübdən x tapın. Deməli 2 vurulsun 0,3 bərabərdir x vurulsun 0,4. 2 vurulsun 9'da 3 bərabərdir x vurulsun 9'da 4. 9'lar gedir. 6 bərabərdir 4x'ə və x alınır 1,5. Yəni doğru cavab burada 1,5'ə bərabərdir. 24-cü sual. Məktəbin 500 şagirdindən 250 nəfəri aşbazlıq üzrə, 180 nəfəri dərzilik üzrə dərnəkdə məşğul olur. 120 şagird bu dərnəklərin heç birində iştirak etmirsə, hər iki dərnəkdə iştirak edən şagirdlərin sayını tapın.
Deməli, Venn diaqramı çəkirəm. Venn diaqramı. Deməli, aşbazlıq, dərzilik. Bu da məktəbi ümumi olsun. Məktəb ümumi. Yine ki 120 nəfər bu rənglərin heç birini şəkil eləmir. 120 buradadır. Kəsişməyə mən x deyirəm. 250 aşbazsa deməli burada olacaq 250 çıx x. Deməli 180 dərzidə 100 rədisə deməli burada olacaq 180 çıx x. Bunların hamısının cəmi. Bunları toplasaq 250 çıx x üstəgəl x 180 çıx x üstəgəl 120. Bizə verməlidir 500'ü. İndi baxaq. 180, 120, 300, 550. X'in biri getdi. Çıx x bərabərdir 500'ə. X buradan alınır 50. Yəni x'in cavabı burada 50'ye bərabər. Doğru cavab 50'dir burada. 25-ci sual. İfadəsinin qiyməti tapın. Əvvəlcə nə edəcəm? Bunu hər bir məxrəcə bölsəm alınır a kvadrat bölü b kvadrat üstəgəl b kvadratı böl a kvadrat. Bizdən bunu soruşur. Nəyə bərabərdir? Bunun hər tərəfin kvadratını alsam a kvadrat böl b kvadrat üstəgəl hasillərin kimisidir? 2. Üstəgəl b kvadrat böl a kvadrat bərabərdir 16'ya. 2'ni də sağa keçirsək cavab alınacaq 14. Yəni doğru cavab burada 14'ə bərabərdir. 26-cı sual var. Sual belədir. ABC üçbucağında AK tən bölən, BD isə mediandır. Yəni bura nə? Bura bərabərdir. AC 12, yəni bura 6, bura 6. BK'nın KD nisbəti 3'ün 2'yədir. AB-ni soruşur. AB x deyirəm. İndi tənbəlin xassəsini yazıram. AB'nin AD-yə nisbəti BK'nın KD-yə nisbətinə bərabərdir. X'in 6'ya nisbəti bərabərdir. BK'nın KD-yə nisbəti 3'ün 2'yə verib. Buradan çıxır ki 2x bərabərdir 18'ə. X alınır 9. Deməli cavab olacaq burada 9'a bərabər. Bu da 26-cı sualın həlli. Keçən növbəti 27-ci sual. Deyir müsbət ədəddir, 0'a bərabərdir, mənfi ədəddir. Birincisi alınır köşdə 18 çıx köşdə 18 0. Deməli 2A variantı. 4 köşdə 3 bizə verir köşdə 48. 5 köşdə 2 köşdə 50. Bu mənfidir. Deməli 3'ə B variantı. 2 köşdə 6 köşdə 24 çıx köşdə 27. Bu da mənfidir. C variantı. A, B, C getdi. Köşdə 90 çıxılsın köşdə 5 seriyasız köşdə 75 olacaq. Bu müsbətdir. 100 köşdə 5 köşdə 45'dir. Çıxsın 4 köşdə 2 köşdə 32. Bu da müsbətdir. Buna da Y variantı. Deməli 1D, 2A, 3B, C. 28. Sual belədir. Ayla xanım maaşının 5'də2 hissəsini qidalanma xərclərinə, 30%-ni kommunal xidmətlərinin ödənilməsinə, qalan pulun 0.1 hissəsini isə nəqliyyat xərclərinə sərf edir. Bundan sonra onun 297 manat pulu qalarsa, Ayla xanımın maaşı nə qədərdir? Ona x desəm, deməli x'in 5'də2'si qidalanma xərclərinə 30%. X'in 30%. 30% nə deməkdir? Yəni 10'da 3'ü kommunal. Sonra deyir ki qalan pul. Deməli bunları toplayıram. Toplayanda olacaq x'in 10'da 3 deyil 5'də2. 5'də2 10'da 4 deməkdir. 10'da 7. 10'da 7 bu ikisinə xərclənib. Qalan pul 10'da 3'dür. 10'da 3. Deyir ki qalan pulun 0.1 hissəsini nəqliyyat xərclərindən sərf edir. Bundan sonra deməli 0.1 hissəsini xərcləyirsə 0.9 hissəsi, yəni 10'da 9 hissəsi qalır. Yəni 0.1 hissə, yəni 10'da 1 deməkdir. 10'da 9 hissəsi qalır. Bu da bərabər 297. Deməli x vurulsun %27 bərabər 297'yə. İndi x bərabərdir 297'ni 27'yə bölü vurmalıyıq 100'ə. Deməli 11 vurulsun 100. Deməli x bərabər nədir? 1100. Deməli doğru cavab burada 1100'ə bərabərdir. Bu da bu sualın həlli.
Keçək 29-a. Der n'in hansı natural qiymətində kəsrin qiyməti natural ədəd olar? Burada bu tip suallar necə yazılır? Baxın, elə n'in mütərizə xaricinə çıxarsam 2n plus 1 bölünsün 2n plus 1 çıx 9. Hər birini məxrəcə bölsəm alınacaq n çıxılsın 9 bölünsün 2n plus 1. İndi 9 2n plus 1'ə bölünməlidir. N naturaldır. N'in yerinə 1 yazmağın mənası yoxdur. N'in yerinə 1 yazsaq nəticə mənfi olacaq. Nəticə mənfi olacaq. N'in ancaq və ancaq burada n'in yalnız 4 qiymətində olacaq. N yalnız 4 olanda olacaq. Başqa qiymət olmayacaq. N'in yerinə biz yalnız və yalnız 4 yazsaq nəticə olacaq natural. Çünki n'də natural qiymətlərində soruşur. N'in hansı natural qiyməti? Ancaq natural qoymadıq n'in yerinə. Doğru cavab burada nədir? N'in yalnız bir qiymətində. O da 4. 30. Çevrə xaricindəki A nöqtəsindən bu çevrəyə A, B və AC toxunları və onları D və Y nöqtələrində kəsən çevrəyə F nöqtəsinə toxunan DY parçası çəkilmişdir. İspat edin ki, ADY üçbucağın perimetri AB parçasının uzunluğunun 2 mislinə bərabərdir. AD'nin indi mən bura deyirəm Y, bura deyirəm X. Bura A deyirəm, burada B deyirəm. Aydın məsələdir ki, çevrədə bir nöqtənin çəkilmiş toxunanları bərabərdir. Yəni, X plus Y A plus B-yə bərabərdir. Bunu bildik. X plus Y A plus B-yə bərabərdir. Bir nöqtənin çevrədə çəkilmiş toxunanları bərabərdir. Eyni zamanda DB Y isə DF də Y-dir. Bir nöqtənin çevrədə çəkilmiş toxunandır. YC B isə FY də B olacaq. İndi baxırıq ADY üçbucağın perimetri. PADY bərabərdir. X üstəgəl Y üstəgəl A üstəgəl B. A plus B X plus Y-yə bərabərdir. Yenə yazsaq 2 vurulsun X plus Y olacaq. X plus Y də görünür burada AB-dir. 2 vur AB. Bu da bunun isbatı. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.